Salam, hər vaxtınız xeyir olsun. Avar dərsliyinin ikinci hissəsinə başlayırıq. Diqqətiniz məndə olsun. Hərəkəti sizə indi izah edəcəm. Birinci ayaq istiqamətindən başlayırıq. Sağ ayağı qaldırırıq birinci. Biraz yana dönürük. 1. Ayaq bu vəziyyətdə. 2. Sağ ayaq yerə, davam vursuz. 3. Sol ayaq qatlanacaq arxaya, bu vəziyyətdə. 4. Sağ ayaq qabağa, sol ayaq isə arxaya gedir. 4. Yenə davam vursuz yerə. İndi əks tərəfə dönmək. Sağ ayağı yerə qoyursuz, sol ayağı qaldırırsınız. 1. Ayaq qalxdı. 2. Həmən şeydir, davam vursuz yerə. 3. Ayaq yığılır. Diqqətli olun. 4. Qabaqdakı ayaq qabağa gedir. Arxadakı ayaq isə arxaya. Bir də göstərirəm. 1. Ayaq yığıldı. 2. Davam yerə. 3. Ayaq yığılır. 4. Ayaq açırsınız. Bu vəziyyətdə. Bir dəfə sağ, bir dəfə isə sol. Siz yana dönürsünüz hərəkət edəndə. Diqqətli olun. 1, 2, 3, 4, 1, 2, 3, ayaq yığıram, 4, ayaq açıram. Əlləri başa salacağım sizə. Əl bu vəziyyətdə, arxaya 1, 2, qabağa, barmaqlar açılır bu vəziyyətdə. 3, əllər yığılır. 4, əl açırsınız. Diqqətli olun, bir də göstərirəm. 1, arxaya, 2, qabağa, 3, əllər yığılır, 4, açılır. Yandan göstərirəm. 1, 2, 3, 4. 1, 2, 3, 4. Əllə ayaq eyni vaxtda eləmək lazımdır. Göstərəcəm. Birinci hərəkət. Ayağı tullandırırsınız. Ayağı tullanan kimi əllər arxaya gedir bu vəziyyətdən. 1. Bir də göstərirəm. 1, 2, eyni vaxtda əl açılır. Diqqətli olun. 3, bu vəziyyətdə yığılacaq əl. 3, əl yığılır, ayaqdan bir yerdə. 4, əllə ayaq eyni vaxtda açılır. Əks tərəfində. 1, yeni əl arxaya gedir. 2, 3, 4. Bir də göstərim, diqqətli olun. Əl birinci başlayan kimi bu vəziyyətdə olacaq. Baxın. 1, eyni vaxtda. 2, 3, 4, 1, yana, 2, qabağa, 3, 4, əl açılır. Biraz indi tez variantını sizə göstərəcəm. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Belə, rəqslərinizi izləməyə davam edin. Çalışın öyrənəsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.